Problem yoxdur, buyur qardaşım, sağ ol. Birinciyə baxaq. C4H9OH maddəsində uşaqlar, birinci vəziyyətdə düz xətt, yəni şaxəsiz 4 karbonlu alkan. Deməli 4 karbonlu alkanda OH birinci karbondadır. İkinci maddədə isə 4 karbonlu, yəni şaxəsiz quruluşlu alkan radikalı və OH ikinci karbonda. Birinci və ikinci maddələrdə OH-ın yerinə görə izomerlik növ vəziyyətdir. Birinci, ikinci. Üçüncü, dördüncü maddələrdə isə OH-ın yeri yenə fərqli yerdədir. İkinci, üçüncü maddələrdə. Həm də zəncirin quruluşu. Demək, ikinci, üçüncü maddələrdə həm zəncirin quruluşu, həm də OH-ın yerinə görə hər iki izomerik forması var, vəziyyət və quruluş. Məsələn, 3 ilə 4-cü maddələrdə zəncirin quruluşu eyni qalıbdır, radikal eyni yerdədir, OH-ın yeri dəyişibdir. Ona görə 3 ilə 4-cü maddələrdə əsasən izomerik forması vəziyyətdir. Digərlərində də məsələn, 1-ci maddə ilə 4-cü maddəyə baxırıq. 1 ilə 4-də isə yenə həm quruluş müxtəlifdir, zəncirin quruluşu, həm də vəziyyət izomerliyi var. OH-ın yerinə görə müxtəliflik var. Yəni burada hər iki izomerik formasına görə baxdıqda sadəcə görürük ki, 4 karbonlu butanol spirtində zəncirin quruluşu və OH-ın yerinə görə deməli 4 izomer forması ortaya çıxdı. Yəni karbonun sayı qədər həm vəziyyət, həm də zəncirin quruluş izomerləri var. 4 dənə izomer var. İndi 5 karbonlu soruşur, yəni buna o qədər ehtiyac yoxdur, vaxt sərf edib, yəni bir-bir yazmağa. Yenə eyni şey olacaq. 4 karbonlu butanol spirtində olduğu kimi zəncirin quruluşuna baxacaq, bir də OH-ın yerinə görə izomerik forması baxacaq. Ən azı özü yazır ki, yəni burada deməkdir ki, 5 karbonlu spirtdə, bir atomlu spirtdə 8 izomer forması var. Həm zəncirin quruluşuna görə, həm də OH-ın yerinə görə. İzomer formaları 8 dənədir. Bunu demişdik. Radikala görə spirtin fəza quruluşuna baxdıqda, birli butil spirtində, yəni birli butilə OH birləşir. İkili butildə OH birləşən karbon, ikili karbondur. İkili butil radikalına birləşən OH. İzobutildə şaxələnmiş quruluşlu izobutanın izobutil radikalına OH birləşir kənar karbonlara. Üçlü butildə isə gördüyünüz kimi OH birləşən karbon üçlü karbona birləşibdir. Üçlü butil. Bir atomlu spirtlərin siniflər arası izomerliyi sadə efirlərləndir. Belə ki, sadə efirlərlə bir atomlu spirtlərin formulu CnH2n plus 2O-dur. Sadəcə sadə efirlər 2 karbondan başlayır. Bir atomlu spirtlər 1 karbon. Ona görə də bunların ortaq karbon sayı 2 olmalıdır ki, hər iki sinifin 2 karbon nümayəndəsi olmalıdır ki, izomerlik şərt ödəsin. Ona görə də 2 karbondan başlayaraq spirtlərdə etanol, sadə efirlər isə dimetil efirindən başlayaraq siniflər arası izomerlik başlayır. İndi gəlin baxaq izahlı testə. Siniflər arası izomerlikdə karbon sayısı 2-dən başlayır. Bir yanlışdır. Vəzi izomerliyi karbon sayı 3-dən başlayır. Yanlışdır. Zəncirin quruluşu bəli 4-dən başlayır demişdim. Karbon zəncirinin quruluşu spirtlərdə 4-dən başlayır. Yəni alkanlarda olduğu kimi yalnız 3. C variantı. Optik izomerik uşaqlar bilirsiniz də, demişdik ki, bir karbonun 4 qolunda 4 müxtəlif radikal və ya atom olarsa, belə növ maddələrdə optiki izomerlik, yəni belə maddələrdə asimetrik karbon, ulduzla qeyd olunmuş asimetrik karbon var. Burada niyə olmur? Burada bu karbonda 2 dənə metil radikalı var. Yəni 2 eyni radikal və ya atom olarsa, belə maddələrdə asimetriya olmur. Yəni belə maddələrdə optiki aktivlik olmur, optik izomerlik olmur. Gəlin tez baxaq. OH birləşən karbon OH. Deməli bu karbonda hidrogen, metil və bu da nədir? Bu da izopropil. Deməli bəli, burada optik izomerlik ola bilər. Karbona görə baxsaq, bu karbonda isə 2 dənə metil var, olmaz. Bu karbon oldu, burada alındı optik izomerlik, qalanlarında olmur. Burada bu karbonda 2 dənə metil var, olmaz. Qalanlarında da 2 hidrogen var, yenə olmaz. Burada OH birləşən karbonda bir qolunda metil, bir qolunda ikili butil, bir qolunda hidrogen, bir qolunda OH. Bəli, var. Ən azı burada bu izomerik forması var. Ladna.
Deməli uşaqlar, burada həm də optik izomerlik tək buna görə yox, bir də burada baxın, bu karbona görə var. Nəyə görə? Bu karbonun bir qolunda hidrogen, bir qolunda metil, bir qolunda etil, bir qolunda isə OH birləşən bu radikal var. Ona görə burada əslində iki karbonda optik izomerlik var. Həm burada var, həm də burada var əslində. Burada isə OH birləşən karbonda, bu karbonda 2 dənə etil radikalı var. 2 eyni radikal olduğuna görə bu maddədə optik izomerlik yoxdur. Bu iki maddə üçün eyni olan nədir? Gəlin baxaq görək. Asimetrik karbon atomların sayısı. Buradakı asimetrik karbon bir dənə budur. Burada isə asimetrik karbon yoxdur. Bu karbonda 2 metil var, olmur. Burada 2 hidrogen var, olmur. İkili karbonların sayısı. Gəlin sayaq görək neçə ikili karbon var hər ikisində. Burada bu karbon ikilidir, bir də bu karbon ikilidir. Burada isə bu karbon birli, bu karbon üçlü, bu karbon birli, bu karbon birli. Karbon neçə karbonla birləşib sonra baxırsınız. Yəni OH-a birləşən qoluna baxmırsınız. Düzgün deyil. Polyar kovalent rabitənin sayısı. Bu iki maddə uşaqlar yəqin ki izomer maddədir da burada baxırıq. Karbon sayısı 1, 2, 3, 4, 1, 2, 3, 4, 4. 4 karbonlu izomer maddələrdir. Onda burada rabitənin sayısı onsuz da bərabər olmalıdır. Yalnız 3. C variantı. Keçdik adlandırma. Bildiyiniz kimi adlandırmada 3 forma var. Tarixi, trivial, səmərəli və beynəlxalq adlandırma. Tarixi adlandırmada, trivial adlandırmada deməli metil spirtinin tarixi adı oduncaq spirtidir. İlk dəfə oduncaqdan ağacın oduncaq hissəsindən əldə olunmuşdur. Etil spirtinin isə tarixi adı çaxır spirti kimi qeyd olunur. Çünki ilk dəfə etil spirti çaxırı əldə edən zaman çaxır qızqırmasından əmələ gəlib deyə, onun tərkibində olub deyə o da adlanır çaxır spirti. Keçdik səmərəli adlandırmaya. Səmərəli adlandırma uşaqlar, deməli necədir? Alkanlarda olduğu kimi də hardasa spirtlərin ilk nümayəndəsi bir karbonlu spirt karbinol adlanır. Bir karbonlu OH birləşən karbon karbinoldur. OH birləşən karbona birləşən digər karbonlar da alkanlarda olduğu kimi radikal adlandırılır. Radikal kimi tanınır. Deməli, bir karbon əsas OH birləşən ana maddədir, karbinoldur. Ona birləşən digər karbonlar isə radikal kimi tanınır. Məsələn, bir karbonlu özü karbinoldur. Yəni, metanolun öz adı, səmərəli adı karbinoldur. Deməli, metanola birləşən digər karbonları gəlin baxaq. Metanola birləşən ikinci maddədə OH-ın birləşdiyi karbon əsas karbinoldur, OH-ın birləşdiyi karbon. Məsələn, burada bu karbinoldur. Buna birləşən CH radikaldır. Əvvəlcə radikalları adlandırırıq. Radikaldakı karbon sayısı azdan çoxa doğru deyilir radikalların adları. Ən sonda isə karbinol adı qeyd olunur. Məsələn, burada radikal kimi tanınır. Radikallarda da karbon sayısı azdan çoxa doğru qeyd olunur. Elmi adlandırma. Elmi adlandırma çox rahatdır. Alkanlardan bu daha rahat olacaq sizə. Nəyə görə? Çünki alkanlarda birinci başlayırdıq ən uzun zəncir radikal yaxın olan tərəfdən, radikallar kiçik olan tərəfdən, daha çox xırda radikal olan tərəfdən. Burada isə elə deyil. Sadəcə ən uzun zəncir OH ən yaxın olan tərəfdən rəqəmlənir. Bir dənə xüsusi bir hal olur ki, əgər OH əsas zəncirin hər iki tərəfindən eyni məsafədə olarsa, bu zaman baxırıq alkanlar kimi. Yəni alkanlar kimi yenə ən uzun zəncirdə şaxələnmə hardan yaxındır, xırda radikallar hardan daha çox yaxındır və s. ona baxırıq. Şaxəsi quruluşlu spirtləri adlandıranda alkanların adının sonluğundakı hala sonluğa ol artırırsınız. Sadəcə sufiks ol artırılır da kök əksisi. Məsələn, metan, metanol, etan, etanol, propon, propanol və s. Deməli, elmi adlandırmada OH qrupu ən yaxın tərəfdən ən uzun zəncir qeyd olunur. Ən uzun zəncir elə getmək lazımdır ki, ən uzun zəncirin ətrafında xırda-xırda radikallar qalmalıdır. Məsələn, burada ən uzun zənciri seçsək, burada belə 1, 2, 3, 4, 5, onda bunun ətrafında alkanlarda olduğu kimi
böyük radikal qalır. Bu yanlışdır. Deməli, bunu belə getmək lazımdır ki, 1, 2, 3, 4, 5. Bəli, ən uzun zəncir 5 karbonlu, ətrafında xırda radikal qalmalıdır. 4-cü karbonda metil qalır, 3-cü karbonda etil qalır. Ana maddəmiz 5 karbonludur. Gəlin adlandıraq. Alkanlar kimi radikallar azdan çoxa deyilir. 4-cü karbonda 4 metil, 3-cü karbonda 3 etil, ana zəncirimiz 5 karbonlu pentanol, alkan maddəsinin adının sonluğuna ol artırılır və pentanolda OH neçənci karbona düşürsə, OH-ın yerini dəyişmək ehtimalı varsa da zəncirdə, zəncir uzuntusu da OH-ın yeri deyilməlidir. Bəli, burada OH ikinci karbonda, pentanol tire 2. 4-də metil yenə deyirik, 3-də etil, ana zəncir 5 karbonlu pentanol tire 2. Bu da oldu bunun elmi adlandırılması. Gəlin baxaq yenə. Burada uşaqlar, OH hardan yaxındır? Sağdan. Baxmayaraq ki, soldan radikal yaxındır, ona baxmırıq. OH yaxın tərəfdən ən uzun zəncir. Bəli, ikinci karbonda OH, 3-də metil var. Ana zəncir 4 karbonlu butanoldur. Radikalın adı 3 metil, 3 metil. Deməli, 4 karbonlu butanol, tire 2. İkinci karbonda OH var. Burada isə OH hər iki tərəfdən 1, 2, 3, 1, 2, 3 eyni məsafədir. Bayaq dediyim kimi. Onda alkanlar kimi şaxələnmə ən yaxın tərəfdən ən uzun zəncir rəqəmlənir. Bəli, ikinci karbonda metildir. 2 metil, 2 metil. Ana zəncir 5 karbonlu pentanol, tire 3. Üçüncü karbonda OH var. Bəli, bu da adlan forması. Deməli, indi yenə baxırıq. OH hər iki tərəfdən eyni məsafədədir. Baxın yenə növbəti maddəyə. 1, 2, 3, 1, 2, 3. Onda şaxələnmə ən çox olan tərəfdən gəlirik. Şaxələnməsi ən çox olan tərəf görürsünüz ki, burada sağdan sola gələndədir. Sağdan sola gələndə ikinci karbonda 2 metil var. Sağdan sola gələndə ikinci karbonda 2 metil var. Ancaq soldan yaxınlaşanda ikinci karbonda 1 metil var. Ona görə də biz bunu adlandıran zaman gəlirik sağdan sola. 1, 2, 3, 4, 5. Radikallar burada 2, 2, bir də 4. Trimetil, eyni radikal. 3 radikal var. 3 dənə eyni radikalın adını, yəni sayını qabağında latınca. Trimetil, trimetil. Ana zəncirimiz 5 karbonlu pentanol, tire 3. Üçüncü karbonda OH var. Deməli, burada uşaqlar, yenə ana zəncir ən uzun zəncirdir. OH hər iki tərəfdən 4-cü karbonda 1, 2, 3, 4, 1, 2, 3, 4. Sadəcə sağ tərəfdən gələndə 3-cü karbonda metildir, soldan gələndə 3-cü karbonda etildir. Ona görə də radikallar da eyni məsafədə olanda, onda hardan gəlirik? Kiçik radikal daha yaxın tərəfdən. Kiçik radikal ən yaxın tərəf haradır? Sağ tərəf. 1, 2, 3, 3-cü karbonda metil, 5-də etil, ana zəncir 7 karbonlu, heptanol, tire 4. Adlandıraq. 3 metil, 5 etil, ana zəncir 7 karbonlu, heptanol, tire 4. 4-cü karbonda OH. Deməli, bu da adlandırma forması. Gəlin bir dənə də baxaq. Baxaq burada. OH birinci karbon burada delə. 1, 2. Elə gedək ki, ən uzun zəncirin ətrafında mümkün dərəcə kiçik radikallar qalsın. Belə geçsək 3, 4. Burada qalır izopropil. Belə geçsək 3, 4. Burada qalır metil. Burada qalır etil. Əvvəlcə kiçik radikallar deyilir. 3 metil, 2 etil, ana zəncir 4 karbonlu butanol, tire 1. Birinci karbonda OH var ona görə. Uşaqlar, alkanlarda olduğu kimidir. Ana zəncir ətrafında yığcam karbon varsa uzadırsınız. Karbon bir qolu istifadə olunur CH3, 2 qolu CH2. OH ən yaxın tərəf 1, 2, 3, 1, 2, 3, 4. Buradan 1, 2, 3, 4. Bura geçsək 5, bura geçsək 5, 6. Ən uzun zəncir. Radikallar 2 ilə 4-də metil, 2, 4 dimetil. Ana zəncir 6 karbonlu heksanol, tire 3. Üçüncü karbonda OH var. Digər maddələrdə də adlandırma uşaqlar eyni analogiyadır. Yəqin ki, artıq bunu tam başa düşdünüz. Yəni, problem olmaz yəqin ki. Alınması.
Deməli, birinci qayda, su qazı və ya sintez qazının reaksiyası, deməli, CO plus 2 mol H2 su qazı qarışığı bir-birinə birləşir, kimyəvi reaksiya baş verir, alınır eləcə metanol. Etanolun sənayedə, qlükozanın qızqırılmasını əldə etmək olar həmçinin. Sənayedə fermentativ yolla qlükoza qızqırdılır və istər texniki, istərsə tibbi əhəmiyyətli etanol əldə olunur və kimol karbon qazı. Alkenlər dərsində alkenlərin su ilə hidratlaşması, 2 qat rabitəli karbonlarda təkrarlayaq, hidrogen sayı bərabərdirsə, simmetrik olarsa fərqi yoxdur. Bir karbona H, bir karbona OH birləşir. Yox, 2 qat rabitəli karbonlarda hidrogen sayının fərqi varsa da, hidrogeni az olana OH birləşir, çox olana H birləşir. 2 qat karbonlarda. Burada görürsünüz, məsələn, hidrogen sayısı bərabərdir, fərqi yoxdur. Birinə OH, birinə H birləşir. Burada fərqi var. Hidrogeni olmayana OH, hidrogeni olan az olan karbona isə H birləşir. Alkanların nolu halogeni törəmələrinin, deməli, qələbələrin suda məhlulda reaksiyasından. Diqqətli olun, qələbələr suda məhlulda. Sadəcə halogeni qopardıb yerinə OH yazın. Yəni burada suyu görsəz, qələbi suda məhlul olsa, halogen qoparılır, yerinə OH yazılır. Halogeni qopardıb OH yazın, qurtardı. İndi burada suda məhlulda halogen qopur, yerinə OH düşür. Suda məhlulda, deməli, halogen qopur, yerinə OH düşür, yenə OH düşür. Halogen birləşən karbona OH birləşir, eyni şeydir. Halogenin yerinə. Halogen birləşən karbon, birli spirtdir. Halogen birləşən karbon, üçlü spirtdir. Halogen birləşən karbon, gördüyünüz kimi ikili karbondur, ikili spirtdir. Bu qədər. Aldehid və ketonların hidrogenləşməsi, uşaqlar, baxın, qısa konkret. Aldehidlər adlı nümayəndələrə hidrogen birləşəndə 2 qat rabitə qırılır, oksigenə bir H birləşir, bu karbona H birləşir. Deməli, aldehidlərin hidrogenləşməsindən ancaq və ancaq alınır birli spirt. OH birləşən karbon həmişə birli olur. Ketonlarda isə yenə 2 qat rabitə qırılır. Bu oksigenə H birləşir, bu karbona H birləşir. Yəni, OH-ın birləşdiyi karbon ən azı ikili karbondur. Yəni, ketonların hidrogenləşməsindən ikili spirt alınır. Aldehidlərin hidrogenləşməsindən həmişə birli spirt alınır. Fizik xassələri. Spirtlərdə qaz nümayəndəsi yoxdur. Yəni, ilk nümayəndə maye haldadır, 1-dən 11-ə kimi. Hidrogen rabitəsi olduqlarına görə bunlarda ərimə qaynama temperaturu müvafiq karbon sayısı eyni olan aldehid və ketonlardan daha yüksəkdir. Həmçinin alkanlardan, alkini və alkadiyenlərdən də yüksəkdir. Çünki həm hidrogen rabitəsi var bunlarda. Buna görə də bunların ərimə qaynaması daha yüksək olur. Soldan sağa getdikcə, molekülər kütlə artdıqca, karbohidrogen radikalında karbon H sayısı artdıqca ərimə qaynaması artır, suda həll olma azalır. Nə qədər spirtin tərkibində karbon sayısı az olarsa, deməli suda bir o qədər yaxşı həll olur. Niyə? Çünki karbohidrogen tərəfi alkanlara oxşuyur. Alkanların da xarakterik xüsusiyyəti nə idi? Suda pis həll olur. Onda spirt tərkibində alkana uyğun tərəf, alkana oxşar tərəfi karbohidrogen radikalı çoxdursa da suda pis həll olur. Karbohidrogen radikalı az olanda OH qrupu daha dominantlıq təşkil etdikdə bu zaman suda yaxşı həll olur. İlk nümayəndə metanol istənilən sifətdə yaxşı həll olur. Eyni zamanda etanol da yaxşı həll olur. Deməli, bərk halda olan ali spirtlər, karbon sayısı 12-dən başlayaraq ümumiyyətlə suda həll olmurlar. Spirtlərdə molekullar arası hidrogen rabitəsi formalaşır. Spirtlə spirt arasında ola bilər. Spirt suya qatanda həm də spirtlə su arasında ola bilər. Bildiyiniz kimi də su molekulları arasında da hidrogen rabitəsi formalaşır. Məsələn, spirtlərdə OH qrupundakı hidrogen digər spirtin OH qrupundakı oksigendən 3 nöqtə ilə birləşir və yaxınlaşır. Və yaxud da spirtin OH qrupundakı hidrogen su molekulundakı oksigenlə yaxınlaşır və yaxud da spirtin OH qrupundakı oksigen su molekulunun H2O-sundakı hidrogen yaxınlaşır. Bu da oldu hidrogen rabitəsi. Spirtlərin ilk nümayəndəsi metanol çox zəhərli maddədir. Az miqdarı insanı kor edir və öldürə bilər. Etanol da ki, yəni elə tam zəhərli olmasa da çoxlu miqdarda qəbul etmək çox ziyandır. Alkoqolizmə, eyni zamanda müəyyən orqanların zamanla sıradan çıxmasına, orqan çatışmazlığına və sonda ölümə səbəb ola bilən maddədir. Yəni bir çox xəstəliklərin də başlanğıcını qoyan maddədir spirt. Kimyəvi xassələri. Deməli, spirtlərin suda məhlulları neytral olduğuna görə indikatora təsir etmir. Spirtlərdə bir OH qrupunda baş verən reaksiya var, bir də karbohidrogen radikalında baş verə bilən reaksiya ola bilər. Spirtlərdə qırılma 2 formada ola bilər. Bir oksigenlə H arası rabitə qırıla bilər, OH rabitəsi, yəni oksigenlə H arası. Bir də karbonla oksigen arasındakı rabitənin qırılmasına görə. OH rabitəsinin qırılması ilə baş verən reaksiyalarda, yəni oksigenlə H arasında
Aktiv metallarla spirtlər reaksiyaya girir, alkoqoliyyət və hidrogen qazı alınır. Eyni zamanda baxırıq, natriumdan spirt, natriumun deməli özü spirtin OH-dakı H əvəzidir. Sanki burada biz nəyə oxşuyur? Turşularla metal reaksiyası. Sanki spirt turşudur, turşudakı OH-dakı H qopur, yerinə metal keçir və alınır alkoqoliyyat, natrium etilat, bir də hidrogen qazı alınır. Turşularla efirləşmə fərqi yoxdur. Spirtlər istər üzvü, istərsə qeyri-üzvü turşularla efirləşməyə daxil olur. Ən çox üzvü düşür. Məsələn, sirkə ilə spirt reaksiyasında sirkə turşusunun buradan OH-ı qırılır, karboksil qrupundakı OH. Spirtdən OH-dan H qırılır. Alınır mürəkkəb efirlə su. Diqqətli olun, karbon turşusunun karboksil qrupundan OH qopur, 2 qat oksigen yox, tək oksigen qopur. Spirtdən də OH-dan H qopur. Yəni suyun tərkibindəki oksigen karbon turşusunun tərkibinə gəlir, spirtdən gəlmir. Diqqətli olun. Spirtlər nitrat turşusu, nitrolaşma reaksiyası yox, efirləşmə reaksiyası deyilir bu. Diqqətli olun. Deməli, nitrat turşusu HONO2, nitratın HONO2-sindən OH qopur, spirtdən də H qopur və alkil radikalı oksigenlə birləşir nitro qrupa. Alınır mürəkkəb efir. Diqqətli olun. Alkanlar dərsində Konovolov reaksiyasında NO2 qrupundakı azot birbaşa karbona birləşir deyə orada o nitro qrup adlandırılır. Burada isə NO2 qrupu yox, NO2 qrupu oksigenlə bir yerdə, dolayısıyla oksigen vasitəsilə, bilavasitə yox, oksigen vasitəsilə birləşir alkil radikalının karbonuna. Ona görə bu maddə nə adlanır? Mürəkkəb efir maddəsi adlanır. Diqqətli olun, bu nitro birləşmə sayılmır. Nə sayılır? Mürəkkəb efir sayılır. Hidroksil qrupunun tam əvəz olunması ilə baş verən reaksiya. Spirtlərin özü oksigensiz halogen turşularla reaksiya girən zaman spirtin OH-ı qırılır, yəni karbon-oksigen rabitəsi qırılır və birləşir turşunun hidrogeni ilə, alınır su və turşu qalığı halogen qrupu isə birləşir alkil radikalına alınır. Deməli, monohalogenli alkan törəməsi gördüyünüz kimi. Xlor metan və ya metil xlorid və yaxud da etil xlorid və yaxud da xlor, etil bromid və yaxud da brom etan və s. Dehidratlaşma. Dehidratlaşma iki formada ola bilər. Molekul daxili və molekullar arası. Molekul daxili dehidratlaşma, alkenlər dərsində demişdik. Temperatur 140-dan yuxarı olduqda molekul daxili dehidratlaşma gedir spirtlərdə. Deməli, OH qopur. OH-ın birləşdiyi karbona qonşu olan karbondan hidrogeni az olandan mümkün dərəcə H qopur. Eyni olarsa fərq eləmir. İndi burada bu OH buradan qopur, H buradan qopur. Bu rabitələr bağlanır, 2 qat rabitə olur. Burada OH qopur, hidrogeni az olan karbondan OH-a qonşu olan, buradan da H qopur. Bağlanır, 2 qat rabitə. Burada da OH ilə H qopur, fərqi yoxdur. Çünki hər iki karbonda H sayısı bərabərdir. Buradakı azdır, burada çoxdur. Azdan qopur, 2 qat rabitə. İndi buradan baxaq.